Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə aprelin 4-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti, atmosfer təzyiqi isə 763 mm civə sütun olacaq. Naxçıvanda, eləcə də Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətli intensiv olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar yağacağı bildirilir. Gündüz rayonlarda yağıntıda fasilə olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.